Hələ bu ən gec səsliydi ha. Bunlar çox gec səsliydi bunlardan. Bəlkə də iyun ayında səsliydi bunları. İyun ayında. Hə, çox gec səsliydi. Ona görə götür, çəpətməmişəm, yəni yetişmir. Var mı götürür? Olar ha. Rahat olar. Bu şeydir ne? Turşuluq. Bak bu turşuluqdur. Valla bunu elə dolmağa da gedir. Turşuya da. Hər şey gedir, gözəl. Hə, bu isə Hypo F1 çeşidimizdir. Bax, Sakata şirkətinin Hypo F1. Elə bir ayrı-ayrı stillərini götürmüşdüm. Hə. Zadları, paketləri qaldı da, sölpü deyil də zad oldu, rəngi oxunmur bir dəqiqə. Hə, eyb yoxdur. O birini kəsmənə bunun ortasından. Ortadan kəssən. Nə bir kəssən də, buna problem yoxdur. Hypo F1 çeşidi. Gədəbəy rayonunun has kəndindən bura? Ərtəpə. Ərtəpə kəndində əkilən Keçmiş Qarılovka. Keçmiş Qaralovka kəndidir bura. Hypo F1 Sakata şirkətinin belə bir turşuluq baş kələm çeşididir. Nə ki turşu, deyirəm dolmağa da Dolmaya da gedir, əmim deyir, turşuya da gedir. Xeyirli olsun əmim. Allah xeyir versin. Gözəl. Gedək orada kəsmişəm bunlara da bax. Yaxşı. Gedək onlara da bax.